Alış sifarişi sənədi. Alış sifarişi sənədi təchizatçıya məhsul sifarişi göndərmək üçün istifadə olunur. Bu sənəd alışdan əvvəl tərtib edilir və malın bizə hazırlanıb göndərilməsi üçün əsas sayılır. Sifariş sənədinin yaradılması və istifadə qaydası. Alış menyusuna daxil olub, alt menyudan sifariş bölməsini seçirik. Yeni sifariş düyməsinə klikləyirik. Açılan pəncərədə təchizatçı seçilir. Ambar təyin olunur. Sifariş veriləcək məhsullar, onların miqdarı və qiymətləri daxil edilir. Yadda saxla düyməsi ilə sifariş qeydə alınır və təchizatçıya təqdim olunur. PDF, e-mail və ya digər yol ilə. Alış sifarişindən birbaşa alış sənədinə keçid. Məhsullar artıq təchizatçıdan daxil olduqda sifarişi birbaşa alış sənədinə çevirmək mümkündür. Sənəd yarat düyməsinə klikləyirik. Açılan seçimlərdən alış seçilir. Beləliklə sifarişi tam və ya hissəvi şəkildə alış sənədinə çevirmək mümkündür. Avtomatik sifariş. Əgər məhsul kartında minimal qalıq təyin edilibsə, bu funksiya ilə ambar qalıqları sistem tərəfindən izlənilir. Avtomatik sifarişin işləmə qaydası. Ambar qalığı bölməsinə daxil olun. Filtr bölməsində minimal qalıq kriteriyasını seçin. Sistem sizə say limiti altına düşən bütün məhsulları göstərəcək. Əlavə olaraq təchizatçı və ya qrup filtrini tətbiq edə bilərsiniz. Hansı təchizatçının və ya kateqoriyanın məhsulları azalıbsa, onları ayrıca görmək olur. Lazım olan məhsulları multi seçimlə seçin və sifariş hazırla düyməsinə klikləyin. Sistem avtomatik həmin təchizatçının və ya qrupun məhsullarından ibarət alış sifarişi sənədi yaradacaq. Faydaları. Təchizatçı ilə planlı və yazılı şəkildə sifariş əsasında işləmək imkanı verir. Minimal qalıq əsasında avtomatik sifariş ambarda məhsul bitmədən əvvəl xəbərdarlıq və hazırlıq funksiyası görür. Eyni zamanda əllə sifariş, avtomatik sifariş və tətbiqi alışa çevirmə çevik və tam bir sistem təşkil edir.